Salam uşaqlar. Bu dəfə paralleloqramdan və çevrədən 3 dənə maraqlı isbat sualına baxacağıq. İlk sualda deyilir ki, bu fiqur bir paralleloqramdır və bir dənə düz xətt verilib. Paralleloqramın təpələrindən həmin düz xəttə perpendikulyarlar çəkilib. Bunlar perpendikulyardır şərtdə. Və isbat etməliyik ki, AA1 ilə CC1-i toplasaq, yəni qarşı təpələrdən çıxan xəttlərin cəmi eyni olur. Yəni və BB1 ilə DD1-i toplasaq, eyni nəticəni alarıq. İlk öncə paralleloqramın diaqonallarından hər hansı birini çəkirəm. Ya da hər iki diaqonalı çəkim ilk öncə. Məsəl üçün, BD diaqonalı ilə BD diaqonalı X çəkdim. Hər ikisini çəkək diaqonalların. Bu da AC diaqonalı. Bu diaqonallar bir nöqtədə kəsişirlər. Bu diaqonallar çəkə bilmədim. Bu nöqtədə kəsişirlər. Və paralleloqramın xassələrindən bilirik ki, diaqonallar kəsişmə nöqtəsində yarı bölünür. O zaman bu xəttlə bu xətt bərabərdir. Məsələn, kəsişmə nöqtəsində bir O desək, BO ilə OD bərabərdir. AO ilə isə OC bir-birinə bərabərdir. Sonra isə O'dan verilən düz xəttə bir dənə perpendikulyar çəkirik. O'dan verilən düz xəttə perpendikulyar çəkirik. Məsələn, bu perpendikulyarın OH-ın uzunluğuna da bir dənə X deyək. İndi burada bir dənə düzbucaqlı trapesiya yaranıb, ona fikir verək. Birincisi, bu AA1, BB1, DD1, CC1 xəttləri bir-birinə paraleldir. Niyə? Çünki onlar hər biri bu verilən düz xəttə perpendikulyar olduğundan, yəni bilirik ki, iki dənə düz xətt başqa bir düz xəttə perpendikulyardırlarsa, onlar bir-birinə paraleldirlər. Bir aksiyomdur, bunu bilirik. İndi BB1, D1D düzbucaqlı trapesiyasına baxırıq, diqqətlə baxaq. Orada X orta xətt olmuş olur. Çünki baxın, X yan tərəfin ortasından çıxmış olur, orta xətt olur. Onda X nəyə bərabərdir? BB1 ilə DD1-in cəminin yarısı. BB1, DD1 tərəflərinə görə yaranmış trapesiyaya baxdıq. İndi AA1 və CC1 tərəflərinə görə yaranmış düzbucaqlı trapesiyaya baxaq. Yenə görürük ki, AO ilə OC bir-birinə bərabərdir. Onda bu AA1, C1, C trapesiyasında da X yenə orta xətt olmuş olur. Yəni bu trapesiyada da X nəyə bərabər olmuş olur? AA1 ilə CC1-in cəminin yarısına. Bu ifadə də X-ə bərabərdir. Bu ifadə də X-ə bərabərdir. O zaman bu ifadələr özləri bir-birinə bərabərdir. Bu iki ifadəni bir-birinə bərabərləşdirib 2-yə vursaq, nə almış olacaq? AA1 topla CC1 bərabər olacaq BB1 toplansın DD1. Və nəticə olaraq da verilmiş məsələ isbat olunmuş olur. İkinci bir məsələ. Deməli, bir paralleloqram verib, paralleloqramın bir təpəsindən digər tərəflərin ortalarına xəttlər çəkilib, o xəttlərin ucları birləşdirilib və bizə deyir ki, isbat edin ki, bu fiqur bütün fiqurun sahəsinin 8-də 3 hissəsidir. Məsələdə bəzi ifadələri rahat yazmaq üçün ilk öncə bu ABCD-nin sahəsinə qısaca S deyək. Yəni, məsələdə harada S yazsaq, bu S paralleloqramın sahəsi deməkdir. Bunu yadda saxlayaq ilk. İndi paralleloqramın AC diaqonalını çəkirəm. AC diaqonalını çəkəndən sonra baxırıq ki, burada bir dənə üçbucaq, məsəl üçün ABC üçbucağı və onun AE medianı çəkilib. Digər tərəfdən isə digər bir üçbucaq ACD üçbucağı və onun AF medianı çəkilib. İndi biz bilirik ki, əgər üçbucaqda bir median çəkilmiş olsa, həmin üçbucağın sahəsini yarı bölmüş olur. Əvvəldən bildiyimiz bir qaydadır. O zaman AE medianına baxaq məsələn. O zaman AE medianına görə üçbucağın bu hissəsi S-dirsə, yəni S olaraq bütün paralleloqramın sahəsini demişdik. Bu hissə məsəl üçün bir A olsa, o zaman bu sahə də bir A olmuş olacaq. İndi paralleloqramın diaqonalı bilir ki, paralleloqramın sahəsini yarıya bölmüş olur.
O zaman digər ACD üçbucağının sahəsi də 2A olmuş olacaq. ACD üçbucağında da bir dənə bu şəkildə bir median çəkibsə, onda bu hissənin də sahəsi A, bu hissənin də sahəsi A olmuş olur. Və nəticə olaraq baxırıq ki, paralleloqramın sahəsi 4 dənə bərabər sahəyə bölünmüş olur. Yəni ki, bu A paralleloqramın sahəsinin 4də biridir. Yəni üçbucaq ABY-nin sahəsi, üçbucaq ABY-nin sahəsi bərabərdir 4də 1 vur paralleloqramın sahəsi. Yəni 4də 1 S-ə. Bunu qayda olaraq da öyrənə bilərik. Demək, belə bir qayda olaraq yadda saxlayaq ki, bir paralleloqramda bir tərəfdən hər hansı bir tərəfin ortasına xətt çəkilsə, ayrılan hissə sahənin 4də 1 hissəsidir. Şəkil də yuxarıdakı şəkil qarışıq olarsa, belə göstərə bilərik ki, bax bu şəkildə olanda sahə 4 bərabər hissəyə bölünür. Və nəticə olaraq bildik ki, ABY-nin sahəsi bərabər oldu paralleloqramın sahəsinin 4də 1 hissəsi. O zaman bu və bu sahələr bərabər olduğu üçün AFD-nin sahəsi də eyni ifadə ilə göstərilə bilər. 4də 1 S olar. İndi paralleloqramın digər diaqonalını çəkirik. Və burada BDS üçbucağında YF-in orta xətt olduğunu görürük. İndi biz bilirik ki, əslində bunu qayda olaraq bilirik ki, orta xətt çəkiləndə ayrılmış hissənin sahəsi bütün üçbucağın sahəsinin 4də 1-i idi. Amma bu şəkildə qısa demək istəməsəz, bunu belə də göstərə bilərsiniz ki, əgər orta xətt tərəfə paraleldirsə, oxşarlığa görə bu hissənin bu hissəyə bölünməsi, məsəl üçün bunların uzunluğuna bir x deyim. X-in 2x-ə bölünməsinin kvadratı oxşarlıqda sahənin sahəyə böləndə oxşarlıq əmsalının kvadratı alınırdı. Bərabər olur S Y CF-in də S BDC-yə bölünməsinə. Və bunu hesablayaq. Bunu hesablasaq cavab nə eləyir? 4də 1. Və biz bilirik ki, BDS-də paralleloqramın sahəsinin yarısıdır. Yəni elə yerindəcə silirəm. BDS-ni silib paralleloqramın sahəsinin yarısı yazaq bura. 2də 1 S yazaq. O zaman burada çarpazlıqdan, yəni S YCF bərabər olacaq. Yəni 4 SYCF bərabər olacaq 2də 1 S-ə. Hər tərəfi də 4-ə bölsək, 8də 1 S almış ola bilərik. Almış oluruq. Bunu özünüz də hesablaya bilərsiniz. ABY-nin və AFD-nin sahəsini almışdıq. İndi YCF-in də sahəsini aldıq. Bu üç sahəni bir kənarda saxlayırıq. İndi isə axtarılan hissənin sahəsinə baxaq. İndi axtarılan hissənin sahəsi, yəni bu ştrixli hissə S, A, E, F nəyə bərabərdir? Bu hissənin sahəsini tapmaq üçün bütün paralleloqramın sahəsindən əvvəlcə ABY-ni, sonra ADF-i, sonra isə YCF-i çıxaraq alına bilər. Demək nə dedim? Təkrar eləyək. AYF-in sahəsi bütün paralleloqramın sahəsindən tapdığımız üçbucaqların sahəsi çıxılaraq alına bilər. Onda paralleloqramın sahəsi S çıxılsın. ABY-nin sahəsi, yəni ABY-nin sahəsi nə idi? 4də 1 S. Çıx ADF-in sahəsi, ADF-in ya da AFD-nin sahəsi nə idi? O da 4də 1 S. Çıx YCF-in sahəsi, o nə idi? 8də 1 S. Buradan da kəsrin qaydası ilə ortaq məxrəc tapsam, ortaq məxrəc 8 taparam. Bunun tamamlayıcı vuruğu 8 olsa, 8S çıxılsın 2S, bunların tamamlayıcı vuruqları 2, yenə çıxılsın 2S, çıxılsın 1 dənə S. Bu da bərabərdir 8-də 3S olmuş olur və məsələ isbat olunmuş olur. Və sonda çevrədən bir isbat sualı. Deməli, bir dənə çevrəyə
2 dənə toxunan çəkilib və daxildəki hissəsindən, yəni minor qövsündən bir nöqtə seçilir. O nöqtədən bir daxildəki vətərə, bir də toxunanlara perpendikulyar çəkilir və isbat etməyimiz soruşulur ki, A kvadrat bərabərdir BS. Yəni vətərə qədər olan məsafənin kvadratı toxunanlara qədər olan məsafələrin hasilinə bərabərdir. Bunu isbat etməyimiz tələb olunur. Seçilmiş nöqtədən toxunma nöqtələrini xətlər çəkəcəm. Digər toxunma nöqtəsinə də xətt çəkirəm. İndi buradakı bucaqlara bir alfa ilə beta deyək. Məsəl üçün, buradakı bucaq alfa olsun, buradakı bucaq da beta olsun. Çevrədə bucaq münasibətlərimizdən öyrəndiyimiz xassələri burada istifadə edəcəyik. Məsələn, bu bucaq alfadırsa, alfanın söykəndiyi qövs isə 2 alfa olmuş olurmu? Bəli. İkinci bir qayda çevrədə bucaq münasibətlərindən. Əgər vətərin söykəndiyi qövs 2 alfadırsa, toxunan ilə vətər arasındakı bucaq da alfa olurmu? Bəli, bu bucaq da olur alfa. Bu qaydaları çevrədə bucaq münasibətləri başlıqlı isbat videomuz hansıdırsa ondan təkrar edə bilərsiniz. İndi beta bucağına keçirəm. Beta bucağının söykəndiyi qövs, yəni bu qövs 2 beta olacaq. Vətərin söykəndiyi qövs 2 beta olduğu üçün vətərlə toxunan arasındakı bucaq isə beta olacaq. Bu bucaq isə beta olmuş olacaq. Və bu qeyd etdiyimiz iki parçaya da birinə x, birinə də y deyək. İndi diqqətlə baxsaq, burada üç bucaqların oxşarlığından da istifadə edə bilərik. Sinuslardan da istifadə edə bilərik. Əslində eyni şeydir. Məsələn, alfa bucağına baxıram ilk. Demək, bu üç bucaqda alfa bucağının sinusu nəyə bərabərdir? Bu üç bucaqda alfa bucağının sinusu qarşı katet bölü hipotenuz. Yəni x bölünsün a-ya bərabərdir. Ya da bu üç bucaqda, baxın diqqətlə, bu üç bucaqda alfa bucağının sinusu nəyə bərabərdir? C bölünsün y. Birincidə a bölünsün x olacaqdır. İndi buradan x bölünsün y-in nə olduğunu öyrənirik? A bölünsün c olduğunu öyrənirik. Bunu yaddaşda saxlayaq. İndi keçək beta bucağına. Bu üç bucaqda sinus beta bərabər nəyə? Qarşı katet bölü hipotenuz. Yəni a bölünsün y-ə. Bəs bu üç bucaqda sinus beta nəyə bərabərdir? B bölünsün x-ə. Buradakı bərabərlikdən isə x bölünsün y-in B bölünsün a olduğunu görürük. O zaman bu iki bərabərin hər birinə baxaq. X böl y burada a böl c-yə bərabərdir. X böl y burada isə b böl a-ya bərabərdir. O zaman belə çıxır ki, a böl c ifadəsi ilə b böl a ifadəsi bir-birinə bərabərdir. Burada çarpaz vursaq, tənasübün xassəsindən istifadə etsək, nə olur? A kvadrat bərabərdir BS olur. Məsələ isbat olunmuş olur. İkinci bir üsul olaraq isə, yəni eyni üsuldur əslində o, oxşarlıqlardan da istifadə eləmək olar. Yəni ki, məsəl üçün, bax bu üç bucaqda, yəni bu üç bucaq ilə alfa və 90 dərəcə olan üç bucaq ilə bu üç bucaq oxşardır. Və baxıram ki, məsəl üçün, kiçik üç bucaqda alfanın qarşısında dayanıb a bölünsün. Digər üç bucaqda alfanın qarşısında dayanıb c, a böl c. Birinci üç bucaqda 90 dərəcənin qabağı x bölünsün. Digər üç bucaqda 90 dərəcənin qarşısı y-dir. Məsəl üçün, baxın, bu ifadəni oxşarlıqla bu şəkildə də almaq olar. Və axırda yenə alınan iki ifadəni bir-birinə bərabər edib a kvadrat bərabər bs alırıq. Məsələ yenə də isbat olunmuş olur. Bununla da paralleloqramdan və
çevrədən 3 dənə maraqlı isbat sualına baxmış olduq. Ümid edirəm ki, faydalı olmuşdur. Daha maraqlı suallara baxmağa davam eləyəcəyik. Sağ olun, izləmədə qalın.